Deməli, belə. Biz bugün danışacağıq sifətin dərəcələrindən. Diqqətlə qulaq asın. Elə eləyək ki, biz sifətin dərəcələri ilə bağlı bütün məsələlərə aydınlıq gətirək. 1. Sifət yeganə nitq hissəsidir ki, dərəcəyə görə dəyişir. Bu, digər heç bir nitq hissəsində yoxdur. Hətta bəzi uşaqlar feili sifətlə qarışdırır. Uşaqlar, feili sifətdə dərəcə əlaməti yoxdur. Və ya da dərəcə söhbəti yalnız sifətdir. Amma bu sifətdir deyənə, elə bütün sifətlər dərəcəyə görə dəyişəcək deyə bir söz də yox. Elə bir fikir də yox. Bizim elə sifətlərimiz var ki, onları biz azaltma və ya çoxaltma edə bilmirik. Onlar həmişə adi dərəcə qalır. Məsələn, Kirdakı şəkilçi ilə düzələn sifətlər var. Məsələn, Lənkərandakı ev. Sən Lənkərandakı sifətdir də burada. Nə deyəcəksən? Çox Lənkərandakı, az Lənkərandakı, nə bilim, düm Lənkərandakı, Lənkərandakı ca, nə bilim, Lənkərandakı təhər olmur. Sonra elə i ilə düzələn şeylər var. Məsələn, tibbi yardım. Nə deyəcəksən? Çox tibbi, az tibbi, illik yardım, aylıq hesabat. Nə deyəcəksən? Çox aylıq, az aylıq, tünd aylıq, alı aylıq olmur belə bir şey. Yəni ki, bu nümunələr bizə göstərir ki, bizim bəzi sifətlərimiz var ki, onlar həmişə adi dərəcə olaraq qalır. Biz buradan iki informasiya öyrəndik. 1. Sifət yeganə nitq hissəsidir ki, onlar dərəcəyə görə dəyişir. Başqa nitq hissələrində belə bir şey yoxdur. Və bir də ki, biz, illaq da bu sifətdir deyərək, biz onu elə hər sifəti götürüb dərəcəyə görə dəyişə bilərik. Belə bir şey yoxdur. Uşaqlar, adi dərəcə meyardır, ölçüdür ki, ondan azdırsa azaltmadır, çoxdursa çoxaltmadır. Biz adi dərəcəni yaratmaq üçün xüsusi nəsə artırmırıq. Çünki söz normalda adi dərəcə olmalıdır. Biz adi dərəcədən ya azaltma yaradırıq, ya da çoxaltma yaradırıq. İndi qulaq asın mənimə, görün vəziyyət necədir. Görün nə deyirəm. Deməli, azaltma dərəcəsi morfoloji yolla yaranır, bir də sintaktik üsulla yaranır. Bu çoxaltmada da belədir, morfoloji, sintaktik. Morfoloji yol müəyyən şəkilçilərinin köməyi ilədir. Burada istifadə olunan şəkilçilər qrammatik. Yəni, sabahları tutub sarışın sözündə şını görüb, o şəkilçini götürün, amma durub bunu düzəltmə sifət demeyin. Bizim o işlədiyimiz testlərin arasında qabağınıza belə sualı məncə çıxır. Deyir, hansı sözlə quruluşuna görə fərqlidir? Sarışın sözü cavab çıxmışdı, deyəsən ki, o bizlər düzəltmə idi, amma sarışın sözü sadə idi. Yəni, qısası dərəcə şəkilçləri qrammatikdir burada. Sonra, sintaktik üsulla yarananlarda nəyə fikir verəsiniz? Orfoqrafiya, düzgün yazılışa. Uşaqlar, açıqdır, aladır, açıqdır, aladır. Bir də çoxaltma dərəcəsində tünd sözüdür. Bunlar defislə yazılır. Əgər bu defislə yazılmayıbsa, o saat şübhələnməlisiniz ki, bu dərəcə deyil. Nə mənada dərəcə deyil? Yəni, azaltma deyil. Məsələn, sabah verən açıq qapıdır. Bəli, burada sifət var. Açıq qapı necə qapı? Amma açıqla qapını niyə defislə yazırsan ki? Yəni, qara köynəkdə qaranı köynəklə defislə yazırsınız? Yox. Normal sifətli isimlə yanaşı işlənir də, düzdürmü? Tünd çay, ay sağ olun, açıq pəncərə və yaxud da bütöv bir mürəkkəb söz var, bitişik yazılır, açıq fikirli insan. Bayaqları tutam ki, orada deyək ki, başı bəlalı sözünə, əla, açıq sözündə necə bitişik yazırdınız, bu da eyni şəkil. Başa düşdünüz? Yəni, yazılışa fikir verin. Yaxşımı? Görürsünüz, ayrı yazılır. Axı, bu defislə yazılmalıdır. Deməli, burada dərəcə söhbəti yoxdur. Adi dərəcədə olan sifət kimi götürür. Başa düşdünüz? Açıq qapını, tünd çayı, başa düşdünüz? Sonra, burada kəmlə bağlı bir şey var. Uşaqlar, görürsünüz, kəmlə artırılıb şirinə. Şirin sifətdir. Eyni buna oxşar götürəcəyiniz, amma belə olmayan söhbətlər var. Kəm savad. Savad hansı nitq hissəsidir? İsim. Bunu dərəcə götürə bilərsiniz? Yox. Niyə? Çünki ismə qoşulur. Biz başlayanda boşu-boşuna demədik də, yeganə dərəcə əlaməti qəbul edən sifətdir. Onda biz bunu dərəcə götürsək, onda biləsiniz ki, savad isimdir, isimdə dərəcəyə görə dəyişir. Belə şey olmur axı, yaxşı. Sadəcə mürəkkəb sifətdir. Və bu kəm burada dərəcə yaratmadığı üçün bütövlükdə sifətdir, kəm savad insan necə insan. Sadəcə bunu dərəcə götürə bilmədiyin üçün məcbur atırsan adi dərəcənin üstünə. Başa düşdün? Heç bir dərəcə döysə deməli adi dərəcədir. Aydındır, bu məsələ, bundan ehtiyatlı olasınız. Sonra gəlirik nəyə? Çoxaltma dərəcəsinə gəlirik. Çoxaltma dərəcəsinə. Morfoloji yolla yaranır. Uşaqlar,
Bu xırdaca və körpəcə sözlərini görən uşaqlar bunu xırda və körpə sözlərinə görə azaltma götürür. Amma bir şey yaddan çıxarmayın ki, bu ədatdır. Ədat da ədatın işi qüvvətləndirməkdir. Bu bir şeyin ki, işinin adı yüksəltməkdir, onu niyə azaltma götürək, elə çoxaltma götürək də. Başa düşdünüz? Bir də burada balaca sözünü verəcəklər. Bala sözündən balaca olmaz, adi dərəcədir. Yaxşı. Xırdaca, körpəcədəki ca ədatdır və bu çoxaltma dərəcəsi yaradır. Siz bunu belə düşünün də, çox xırdadır, çox balacadır. Onun o balacalığı, əlaməti, xırdalığı çoxaldır. Yəni çox xırdadır. Dayı durub balacanı götürməyəsiniz, azaltma götürməyəsiniz. Yenə eyni ilə M-pırısı ilə yaranıb. Burada görürsünüz M-pırısı. Məsələn, sarının sasını götürür, M-pırısı qoşulur sapsarı. Balacada da eyni ilə bağını götürür, M-pırısı qoşulur, yazılır, balaca, çox balaca deyə azaltma olar da. Fikirləşmir ki, bu M-pırısı ilə yaranıb, M-pırısı da çoxaltma dərəcəsindədir. Mən bunu hansı ağılla azaltma götürürəm? Sən bir sözə filan dərəcədir deyirsənsə, azaltma və ya çoxaltma. Siz görürsünüz ki, həm azaltmanı, həm çoxaltmanı yaradan müəyyən ünsürlər var da, M-pırısı var, ca var, müəyyən sözlər var. Yaxşı, bu hansı yolla yaranır? Azaltmada belə bir şey yoxdur. Nipap balaca, indi o çoxaltma. Çoxaltmadır. Çünki M-pırısı ilə yaranır. Sən buna azaltma demək istəyirsənsə, azaltmada bu şəkilçilərdir, bu sözlərdir. Hansı yolla yaranır? Nəyin hesabına yaranır? Bir ad qoya bilmirsən axı bu yolla yaranır. Sən məcbursan ona morfoloji deyəsən, çünki orada söz yoxdur. Morfolojida da bu şəkilçilərdir. Onların içində də M-pırısı yox. Balaca sadə deyil. Sadə durmuşla işimiz yoxdur. Biz deyirik ki, o çoxaltma dərəcəsidir. Çoxaltmadır. Orada rol oynayan yox, yox, caya görə yox ki. Bax, sən tutan yaşıl, qulaq asın. Yaşılın yasını götürsən, yağ. M-pırısını qoşursan ona, hansısa birini, hansı deyilə bilir, yağ. Qoşursan yaşıla, çoxaltma olmur, düzdür. Məsələn, təmizin təsini götürsən, M-pırısından birini qoşursan, hansını deyə bilirsən, olur tərtəmiz. Düzdür. Balacanın da basını götürsən, M-pırısını qoşursan, olur balaca. Sadəcə fikirləşir ki, balaca. Biz fikirləşirik ki, bu yəqin çox balacadırsa, yəqin azaltma olar. Və yaxud da xırdacanın xırdasına, körpəzənin körpəsinə aldanmayın. Aydındırmı? Nə görürsən? Sonra, eyni ilə tünd sözünün şeyinə fikir verir, yazılışına fikir verir. Bir də ağ-appaq sözü, burada appaq ünsürü ilə yaranıb, o da şəkilçi kimi qəbul edib, şeydə götürülür, morfolojide götürülür. Gəlirəm sintaktik. Yenə eyni ilə tünd sözünə fikir verin. Tünd sözünə fikir verin. Rənglərlə verirsəz. Əsasən rənglərlə verin. Biçik yazın mı? Mən deyirəm, Allah açıq tünd defislə yazdım, bir şey yazdım. Ayt adama, boşuna qışqıram. Düyüm hər iki halda biçik yazılır. Mən bunların rəngini boşu-boşuna dəyişməmişəm. Fikir verirsiniz, hər ikisi çoxaltmalı, onun işimiz yoxdur. Fikir verin, burada düzün götürüb qoyub M-pırısını qoşub. Hansı yoldur? M-pırısı morfoloji yoldur, şəkilçidir. Hər ikisi çoxaltmalıdır. Sadəcə biri M-pırısının hesabına yarandığı üçün morfoloji yoldur. Burada isə bütün düm hissəciyidir. Burada düm, belə bir şey yoxdur. Qoyasan bunun qabağına M-pırısı qoşasan. Başa düşdün? Bu düm hissəciyi isə, burada da düm görünür əvvəldə, burada da. Orada düz var. Hə, burada düzün götürüb qoyub bura M-pırısı necə yaşılda yağını götürüb M-pırısı qoşmurdu. Həmən məsələdir. Burada onu eləmək olur axı. Bu artıq bütün düm hissəciyidir, sintaktikdir. Çoxaltma olanlar hər ikisi çoxaltmadır. Sadəcə biri şəkilçi deyək də buna. Morfoloji yoldur, bu isə hissəciyidir. Söz kimi götürsək, sintaktik olur. Başa düşdünüz? Sonra, ədatların hesabına yaranır ən gözəl, nə bu çox gözəl və lap gözəl oldu, bayaqları o lap söhbəti var idi. Həmən məsələ idi, siz səhviniz. Sonra uşaqlar, deməli uşaq nə edir? Deyir, siz nə eləmişdiniz? Yaşılın yasını götürdünüz, M-pırısı qoşdunuz, oldunuz yan yaşıl, çoxaltma götürmədiniz. Bu da belə eləyib də, buzun buzunu götürüb qoyub buna. Bu buzun, birinci onu bilək ki, buz isimdir. Biz axı sifətdən dərəcə yaradırdıq. Bu isimdir. Yaxşı, ay müəllim, bəs biz deyirik axı, buz sayı. Bu axı sifətdir. Bəli, adi dərəcədir. Mən demirəm ki, bu sifət deyil. Mən deyirəm ki, burada dərəcə yoxdur. Burada da bütün əvəzlikdir. Nədir? Əvəzliyin dərəcəsi olur. Öz, hər bütün filan təyin əvəzlikdir. Sən burada bütünün büyüsünü götürüb qoyursan bura. M-pırısı qoşursansa, bu bizdə buna cinayət işi asılır.
Buna təzə maddə ilə cinayət yazılmalıdır. Sən başlayanda deyirsən ki, yalnız sifət dərəcəyə görə dəyişir, sonra əvəzlikdən dərəcə düzəldirsən. Nə bilim, isimdən dərəcə düzəldirsən. Bu bilirsiniz nə deməkdir? Bu birinci məsələ. İkinci məsələ, büsbütün sözü bütövlükdə hərəkətlə bağlıdır. Büsbütün öyrənmişik, büsbütün əzbərləmişik, görsə feillə bağlı. Yağışda büsbütün islanmışıq, hərəkətlə bağlı olan sözdə zərf deyirlər. Büsbütün nədir? Çox olur. Hadi yəni başdan ayağa kimi. Əvvəldən axıra. Məsələn, bu uşaqlar testləri büsbütün öyrənirlər. Yəni yazırlar. Yəni əvvəldən axıra kimi. Bunu başa düşdük. Sonra burada nə var başqa? Bunlara fikir verəsiniz. Açıq çay, tünd çayla bunlar dərəcə götürülmür. Hə, bunlara da fikir verin ha. Defslə yazılıb deyirik, amma bu sözlərə fikir verin ha. Deyir, müəllim deməmişdiniz, defslə yazılsın. Bu deyil, açıq aydın defsdir, həm açıq aşkar defsdir. Bunlar zərfdir. Necə olur ki? Bunlar Dərəcə yazmaq. yox, qulaq asın da. Məsələn deyirəm ki, mən bunu açıq aydın öyrənmişəm, açıq aşkar bilirəm. Başa düşdünüz? Bunları çoxaltma dərəcəsindən həm azaltma dərəcəsi götürmək olmaz. Bu zərf kimi qəbul olunur, hərəkətlə bağlıdır. Tatlı. Bunu adi dərəcədə olan sifət kimi necə düşünmək olar? Məsələn, açıq aydın söhbət. O da heç düzgün deyil. Bunu zərf kimi qəbul edin. Başa düşdünüz? Açıq aydındır, açıq aşkardır. Bunları şey kimi qəbul eləməyin. Hərəkətlə bağlıdır bunlar. Çatdı? Sonra isimləşmə. Onu bağlayayım. İsimləşməni təzədən izah edəcəm.